Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər. Hər gün 5 sual adlı proqramın ilk video izahında sizlərlə görüşürük. Bu video izahda lisey və gimnaziyalara hazırlaşan və Lütfüzadə Riyaziyyat Məntiq Olimpiyadasına hazırlaşan şagirdlər üçün uyğun 5 sualı və bu sualların izahını sizlərlə paylaşmağa çalışacağım. Təbii ki, siz bu izahlara baxmadan öncə sualları özünüz qeyd edib, bütün variantları qeyd edib 5 sualı. Daha sonra izahına baxsaz, bu sizin üçün daha çox inkişafa gətirib çıxara bilər. Buna görə özünüz işləyin, daha sonra sualların izahına baxsaz daha yaxşı olar, məsləhət görürəm. Hər bir sualı müəyyən bal olaraq göstərmişəm. Yəni, yaşlı suallar 10 bal, mavi suallar 15 bal. Burada görürsünüz, asandan çətinə doğru davam edir. Yəni, birinci sual asandır, ikinci sual 3, 4, 5 və 5-ci sual isə 30 bal dəyərindədir. Ümumi olaraq 100 bal, toplam 100 bal var 5 suala. Siz də özünüz sualları öncədən işləyib, neçə bal, sonda isə izaha baxıb, neçə bal yığdığınızı qeyd edə bilərsiniz yorumlarda. Bu formada çalışmağınız sizin üçün daha yaxşı olar. Yenə deyirəm, Lütfüzadə Məntiq Olimpiyadasına və lisey və gimnaziyalara hazırlaşan şagirdlər üçün 5 və 6-cı sinif şagirdlər üçün uyğun qruplarımız da var, əlaqə saxlaya bilərsiniz. İndi isə başlayırıq biz birinci sualın izahından. Deməli, birinci sualda nə deyir? Fərqləri 7, hasilləri 60 olan 2 natural ədədin cəmi neçədir? Deməli, burada x çıxılsın y bərabərdir. Məsələn, x götürdük ədədimizi. İkinci ədədimiz y bərabərdir 7 olmalıdır. Hasilləri isə 60. X vurulsun y bərabərdir 60 olan 2 natural ədədin cəmi neçədir? 2 natural ədədin cəmi neçə ola bilər? İndi onu istəyir. Uşaqlar, deməli, burada 60 ədədi hansı 2 ədədin hasilindən yaranır? Onu tapmalıyıq birinci. 1-i 60-a vuranda 60 yaranır. 2-yə vuranda 30-a yaranır. 3-ü 20-yə vuranda yaranır. 4-ü 15-ə vuranda yaranır. Sonra 5-i 12-yə vuranda yaranır. Bir də 6-nı 10-a vuranda 60 yaranır. 60-ın natural bölənlərini yazdım burada. Yəni 1-i 60-a vuranda 60, burada 2-ni 30-a vuranda 60, 3-ü 20-yə vuranda 60, 4-ü 15-ə vuranda 60, 5-i 12-yə vuranda 60 alınır və 6-nı 10-a vuranda 60 alınır. Yəni 2 ədədin hasili 60 olacaq bütün şəkilləri yazdım. Bunlar arasında fərqləri 7 olanı tapmalıyıq. Hansının fərqi 7 olar? Təbii ki, 12 ilə 5-i. X 12 olmalıdır, Y 5 olmalıdır. 12-dən 5 çıxanda, yəni 2 ədədin fərqi 7, 12-dən 5 çıxanda 7. Həmin o 2 ədədin hasili isə 60 olur. 12 və 5-in hasili 60 olan bu ədədlərdir. 12 və 5. Yəni, bu ədədin cəmini istəyir. 12 üstə 5 gələndə 17. Cavab B variantı. Birinci sual asan idi. Yəni, 10 ballıq sual, ən asan sual birinci sual. Asandan çətinə doğru suallarımız davam edir. İndi isə keçək ikinci suala. İkinci sualda nə deyir? Deməli, 1-dən 50-yə kimi bütün natural ədədləri dəftərə yazır Ayan. 1-dən 50-yə kimi 1, üstə gələk 2, üstə gələk 3, üstə gələk nöqtə 50-yə kimi. Təbii ki, hamısını yazısı deyilik. Bütün ədədləri toplayır, lakin o ədədlərdən birini cəmləməyi unudur. Onun aldığı cəm 1238 olarsa, hansı ədədi unutmuşdur? Bu ədədləri toplayacaq və birini unudacaq. Birincisi, biz 1-dən 50-yə kimi ədədlərin cəmini tapmaq qaydasını bilməliyik. Biz bilirik ki, 1 plus 2 plus 3, üstə gələk nöqtə n. 1-dən n-ə kimi ədədlərin cəmini n vurulsun n plus 1 bölünsün 2 qaydasından cəm düsturudur tapırıq. Yəni, 1-dən 50-yə kimi 1-1 toplamaqdansa, yəni 1-dən n-ə kimi 1-1 toplamaqdansa, bu düsturdan daha sürətli tapırıq. Deməli, 1-dən 50-yə kimi dediyi üçün n-imiz 50-dir. 50 vurulsun 51 bölünsün 2 qaydasını tapmalıyıq. Yəni, 50 vurulsun burada. Mötərizənin içi 50 plus 1 olur. 51 bölünsün 2 qaydasını tapırıq. Yəni, 1-dən 50-yə kimi ədədlərin cəmini. İndi vuraq hesablayaq. Təbii ki, burada 50-ni 51-ə vurub, sonra 2-yə bölməliyik. İxtisarlayıb da vura bilərdik, amma belə yazaq, qarışmamaq üçün. 50-ni 51-ə vuranda, burada yazaq 51-ə vuranda. Görə neçə alınır? 0, 0, 5 birim 5, 5 5-in 25. Burada hesab alsaq 0, 5, 5, 5, 2550. Bir də sonunda 2-yə bölməliyik. 2550-ni 2-yə bölək. Görə neçə alınır? Təbii ki, 1 2 2, çıxanda 0, 5-in içində 2 2 4, çıxanda 15, 15-in içində deməli
7 2014 çıxanda 1, onun içində də 5 dəfə. 1275. 1275 birdən 50-yə kimi ədədlərin cəmidir. Necə tapıldı? Hamısını burada qeyd etdim. İndi isə buranı sildim. Deməli, əslində yəni birdən 50-yə kimi toplayanda bu ayan dəftərdə 1275 almalıdır cəmi. Amma birini unudur və 1238 alır. İndi gəlin 1275-dən əslində 1275 almalıdır birdən 50-yə kimi. 1238 çıxaq görək hansı ədədi unudub? 5-dən 8 çıxanda 15-dən 8 çıxanda 7. Burada 6 qalır. 6-dan 3 çıxanda 3. 37. Burada 0. 37. Deməli 37 fərq varsa ayan hansı ədədi unudub? Təbii ki 37 ədədi unudub. A variantı. Bu isə 15 ballıq sual A variantı tapdıq. Keçirik 3-cü suala. Deməli 3-cü sualda nə qeyd olunub? Aşağıda verilən kubun üzərində bir-birindən fərqli ədədlər yazılıb. Burada görürük 785, 966, 249. Belə ki, qarşı üzərindəki ədədlərin rəqəmləri cəmi bir-birinə bərabər olmalıdır. Qarşı üzlər nədir? Yəni kubun təbii ki 600-ü var, bunu bilirik. 785-in qarşısında, yəni aşağısıdır. Çünki bura üstlü, bura aşağısı bilmirik, görünmür. 966-nın qarşısı buradadır, görünmür. 249-un da qarşısı buradadır, görünmür. Və cəmi bir-birinə bərabər olmalıdır, rəqəmləri cəmi. Bu şərtə əsasən kubun görünməyən üzərindəki ədədlərin cəmi ən az neçə ola bilər? Kubun görünməyən üzərindəki rəqəmlərin cəmini istəyir, daha doğrusu ədədlərin cəmini. Biz birinci, gəlin 785-in rəqəmləri cəmi neçə edir, onu qeyd edək. 708 gəlsək, 15, 15 isə 5, 20. Burada rəqəmləri cəmi neçə edir? 9, 6, 15, 6 üstünə də 6 gəlsə 21. 249-un rəqəmləri cəmi neçə edir? 15 hesablayırıq, 15 rəqəmləri cəmini hesabladım. İndi isə təbii ki 785-in, bax 785-in qarşı üzündə yenə rəqəmləri cəmi 20 olan ədəd tapmalıyıq və ən kiçik ədəd. Çünki deyək ki, kubun görünməyən üzərindəki ədədlərin cəmi ən az neçə ola bilər? Ən az deyirsə, biz 785-in qarşı üzündəki rəqəmlərin cəmi 20 olacaq şəkildə ən kiçik ədəd necə fikirləşirik? Təbii ki, burada 9, 9 yazsaq, 18-dir. 20 olması üçün 2 qaldı. 299. Yəni 299 ola bilər ən kiçik. Sonra 785-dən sonra 966-nın qarşısında nə ola bilər? Rəqəmləri cəmi 21 olan ən kiçik ədəd axtarırıq. Təbii ki, o da 9, 9, 18, 21-dən 18 çıxanda 399 olar. Ən kiçik ədəd budur. Bundan daha kiçik tapa bilmərik. Sonra 249-un qarşı üzündə neçə ola bilər? 249-un qarşı üzündə fikirləşsək, əslində 3 rəqəmlə də fikirləşsəydik, məsələn 1, 9 qaldı 5, 15 olmalıdır. 159 fikirləşə bilərdik, çünki rəqəmləri cəmi 15-dir. Amma bundan daha kiçik var. Yəni bizə şərtdə demir ki, hamısı 3 rəqəmli olmalıdır. Hamısı 3 rəqəmli olmalıdır şərtin vermədiyinə görə biz 15 rəqəmləri cəmi 15 olan 2 rəqəmli ədəddə fikirləşə bilərik. Daha kiçik deyir. Ən azı. Ən azı 9, 15-dən 9 çıxanda 6 qalır. 69 ola bilər. Yəni rəqəmləri cəmi 15 olan ən kiçik 69 fikirləşdik. Ona görə 69 yazdıq. İndi isə görünməyən üzdəki 3 ədəd tapdıq. Bu görünməyən üzdəki 3 ədədin cəmini hesablayaq. Deməli 399 və 69-un cəmi 3, 9, 27, 2 yadda 9, 9, 18, 6, 24, 2 yadda 26, 2 yadda 235, 2 yadda 7, 767. Bu 3 ədədin görünməyən üzündəki ədədlərin cəmi ən az 767 alındı, yəni C variantı. Biraz çaşdırıcı sual idi. Yəni bizə şərtdə 3 rəqəmli olduğunu deməmişdi. Ona görə 3 rəqəmli olmasa 2 rəqəmli də düşünə bilərək ən kiçik. Rəqəmləri cəmi 20 olan 2 rəqəmlərdə də yoxdur, ona görə yazamadık. Rəqəmləri cəmi 21 olanda 2 rəqəmlərdə də yox idi, ona görə yazmadıq. Bizə ən kiçik istədiyi üçün bu şəkildə hesabladıq və C variantı tapdıq. Sual 4-ə keçək. Bu da maraqlı sualdır. Deməli, burada nə istəyir bizdə? Gündüz ilə gecənin vaxtının nisbəti 7/5 olan bir gündə günəş 20:55-də batırsa, həmin gün günəş saat neçədə doğur? Bu nə demək istəyir? Demək istəyir ki,
Ümumiyyətlə bu cür suallar, nisbət suallarında belə yazmalıyıq. Gündüz ilə gündüz gecəyə nisbətidir. Bax, gündüzün gecəyə nisbəti. Ona görə xətt çəkirik. Gecə yazırıq. Bərabərdir 7 bölünsün 5. Gündüz 7-dir, gecə 5-dir. X da yaza bilərik. 7x, 5x. Çünki nisbət deyir, gündüz vaxtının gecə vaxtına olan nisbəti 7 bölünsün 5 deyir. Biz də belə yazdıq. İndi deyir ki, ümumi olaraq birinci fikirləşək, günəş saat 20:58-də batır, bunu başa düşdük. Ümumi olaraq bir gündə, yəni gecə ilə gündüzü birləşdirsək neçə saat eləyir? Təbii ki, 24 saat. Bir günümüz 24 saatdır. Ona görə belə yazırıq. 7x üstə gələk. 5x bərabərdir 24 saat. 7x ilə 5x toplasaq 12x bərabərdir 24. X bərabərdir 2. X 2-dir. 24-ü 12-yə böldük 2. X 2-dirsə, belə bir şey alınır ki, onda x-in yerinə 2 qoysaq, 7, 2, 14, 14 saat bu oldu. Gündüz 14 saatdır. 2 qoysaq, 2, 5, 10. 10 saatda gecə olacaq. Gündüz və gecənin neçə saat davam elədiyini tapdıq. Bunu tapandan sonra işimiz asanlaşır. Əgər, bax, yenə də deyirəm, burada şərt verilib. Şərt verilib ki, deməli, günəş saat 20:58-də batırsa, 20:58-də batırsa, bax, buraya yazıram 20:58. Deməli, gündüz artıq 14 saat davam edib 20:58-də batır. İndi gecə neçə saatdır? Gecə 10 saat. 10 saat gəlirik. 10 saat. 10:00 gəlirik də, yəni. Toplayanda eləyəcək 8, 58, 30, 58. 30, 58 deyə bir saat yoxdur. Təbii ki, o müəyyən saatdan sonra saatımız ən çox 23:59, sonra 24 saata kimi davam edir. Ondan sonra yenidən 01, 02 gəlir. 30:58-dən də ona görə 24 saata çıxırıq. Burada 30:58-dən 24 saata çıxırıq. Görək səhər saat neçədir? 34, 24, 6. 06:58. Deməli, günəş saat 20:58-də batırsa, həmin gün günəş saat deməli 06:58-də doğur. Gecə 10 saat davam elədiyi üçün biz bax 20:58-də batır. 20:58-dən sonra 10 saat fikirləşirik. Yəni 20:58-in üstünə 10 saat gəldik. Səhər 06:58-də gəlir, çıxır və cavab B variantı bu sualın cavabı. Maraqlı sual idi. Əslində çox da çətin sual deyildi. 25 ballıq sual keçdik isə son sual, ən çətin sual 30 ballıq suala. Burada nə istəyir? Qeyd edək hamısını. Deməli, ABCD düzbucaqlısı 4 eyni kvadratdan. Bax, bu kvadratdır. Birinci kvadrat, ikinci kvadrat, üçüncü kvadrat, dördüncü kvadrat. Burada göstərilir. 4 eyni kvadratdan və rənglənmiş bir fiqurdan ibarətdir. Rənglənmiş fiqurda görürsünüz burada. EF 6-dır. Bax, bura 6-dır. 6-dırsa burada 6-dır. Artıq bunu başa düşürük. Sonra GH burada 4 cm. Burada 4-dürsə burada 4-dür təbii ki. Daha sonra rənglənmiş hissənin sahəsi. Burada qeyd edilir. Rənglənmiş hissənin sahəsi S rənglənmiş bərabərdir 124 kvadrat santimetrdir. ABCD düzbucaqlısının sahəsini tap. ABCD düzbucaqlısının sahəsini tapmaq üçün yəqin ki, biz ABCD düzbucaqlısının birinci tərəflərini tapmalıyıq. Çünki sahə bilir ki, sahə nədən tapılır? Təbii ki, A vurulsun B-dən. N-in uzunluğundan. Düzbucaqlının sahəsini tapmaq üçün N-in və uzunluğunu tapmalıyıq. İndi başlayaq. Yəni, bu xəttləri tapmalıyıq. Tərəfləri tapmalıyıq. Bunları verib digər tərəfləri tapmaq məcburiyyətindəyik. İndi uşaqlar, burada biz nə fikirləşə bilərik? Birinci fikirləşirik ki, əgər rənglənmiş isə 124 kvadrat santimetrdirsə, 124 kvadrat santimetrdirsə, birinci fikirləşək rənglənmiş sahə nədən ibarətdir? Rənglənmiş hissələri parçalayaq. Burada, burada, burada və burada parçalayırıq. 4 dənə hissəyə parçalayırıq. Daha doğrusu 5 dənə hissəyə. Niyə görə parçaladım? İndi onu qeyd edəcəm. Uşaqlar, düzbucaqlı yarandı burada. 4 dənə düzbucaqlı. İndi fikir verin. Əgər bu kvadratdırsa, bax, buralar kvadratdırsa, bax, x qoyuruq hər yerə. X, x, x. Demişdi ki, 4 eyni kvadrat. X, 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 x. Hamısını x ilə işarə edirəm. Çünki kvadratın bütün tərəfləri bərabərdir. Burada x, burada x və burada x. Və burada x. İndi burada rəngli hissəni hələ ki baxırıq. Rəngli hissənin sahəsini taparıq. Rəngli hissənin bir tərəfi x-dir, bir tərəfi 6-dır. Onda sahəsi 6x olar. Sahəsi nədir? N-in uzunluğuna vurmaq. Biz də N-in uzunluğuna vurduq 6x. Burada da
Bu rənglənmiş hissənin sahəsi 4 vurulsun x-dir. Bu rənglənmiş hissənin sahəsi 4-ü x-ə vurur. N uzunluğuna vurmaq lazımdır. Burada isə rənglənmiş hissənin sahəsi 6 vurulsun. Bax 6 və x. 6 vurulsun x-ə bərabərdir. Bu ortadakı rənglənmiş hissənin sahəsini necə taparıq? Bura 6-dırsa, bura 6-dır. Bura 4-dürsə, bura 4-dür. 6 4-üm 24. Bax, heç bunu x-larla ifadə etmək lazım deyil. Ortanı tapdıq. Ortanın sahəsi 24-dür. Çünki buradan 6 düşdü aşağı. Bura 6-dır, bura 4-dür. Və 6 4-dürsə təbii ki, sahəsi də 24 olacaq. Yəni, yenə deyirəm, sahəni tapmaq üçün n uzunluğuna vurmaq lazımdır. Düzbucağın sahəsini tapmaq üçün. Ona görə hamısını vurdum. İndi gəlin bu x-ları buradan tapaq. Necə tapacaq? Təbii ki, tənlik quracaq. Rənglənmiş hissənin ümumi sahəsi 124 verib burada. Bunu boş-boşuna biz yazmadıq bura. Gətirin bura. Deməli, bütün 6x-ları toplayıram. Burada 6x var. Bax, yazıram 6x. Üstə gələk. Aşağıda 6x. 4x. Burada da 4x. Bütün rənglənmiş hissələri. Və burada 24. Plus 24 bərabərdir 124 verib. Bax, 124. Onda 6x-ləri toplayırıq. Olur 20x. Bərabərdir. 124-dən 24 çıxanda 100. X bərabərdir. 100-ü 20-yə böləndə 5. X 5-dir. X-i 5 tapdıqsa artıq işlərimiz çox asanlaşdı. Mən buradakı bütün x-ləri silib yerinə 5 yazacağam. Bax, yerinə 5 yazacağam bütün x-ləri silib. Çünki artıq x-i 5 tapmışam. İndi x-i 5 tapmışamsa bura 5-dir, bura 5-dir, bura 5-dir, bura 5-dir, bura 5-dir. Çünki bunların hamısı kvadrat idi. Onda böyük düzbucağının artıq sahəsini tapmaq çox asanlaşır bizim üçün. Çünki böyük düzbucaqlının enini və uzunluğunu tapmış oluruq burada. Gəlin böyük düzbucaqlının uzunluğunu tapaq. Uzunluğu 5, 6 və 5-dən yaranır. Şəkil tam oxşamasıdır, amma yəni ifadə olaraq görürsünüz ki 5, 6 və 5. Toplamda edir 16. Yəni uzunluğu 16. Eni isə 5, 4 və 5-dən. 5-in isə 5, 10. 10-un üstünə 4 gələndə 14. Sahəsini tapmaq istəyirsə, bax bu ABCD-nin ümumi sahəsini tapmaq üçün 16-ını 14-ə vurmaq lazımdır. 16-ını 14-ə qıraqda bir yerdə vuraq. Yazırıq 16 vurulsun 14. 4 6 24. Artıq cavabımızı tapmış oluruq burada. Çünki 4 ilə bitən bir dənə cavab var. 24 2 yadda 4 birim 4. 64 1 66 1 birim 1. Toplayanda 4. Burada 2, burada 2. 224 kvadrat santimetr. 224 cavab A variantımız. Bununla da ilk günümüzün sualları bitdi. 5 sual və öz nəticənizi sonda şərhlərdə qeyd edə bilərsiniz. Adınızı da qeyd edin, ballarınızı da qeyd edin, neçə sual tapa bildiniz. Sizin üçün faydalı oldu, yoxsa yox. Bu sualların ardını gəlmək istəyirsinizsə, hər gün 5 sual paylaşmağa çalışacağım. İmtihana kimi hazırlaşmaq üçün toplamda 100 bal qeyd etdim. Ümumi olaraq lise və gimnaziyalara düşə biləcək sual tipləridir və Lütfüzadə adına riyaziyyat məntiq olimpiyadasına düşə biləcək sual tipləridir. Xüsusi olaraq özüm yazmışam və sizin üçün təqdim edirəm. WhatsApp qrupuna daxil olub PDF-ləri öncədən ala bilərsiniz. Yəni PDF-ləri paylaşıram əvvəlcədən, daha sonra isə video izahı isə YouTube-da paylaşıram və bununla da uşaqlar faydalanır. Bugünlük videonun sonuna gəldik. Sağ olun.